Eta akvarit meteor yağışı pik nöqtəsinə çatmaq üzrədir. Bu məşhur Halley kometasının parçalarıdır və ilin ən parlaq meteor yağışlarından biridir. Oxu, azın məlumatına görə bu haqda Science Alert nəşri xəbər verib. Meteor yağışları nədir? Meteor yağışları Günəş ətrafında fırlanan və planetimizin orbitindən keçən asteroidlərin və ya kometaların parçalarıdır. İldə bir neçə dəfə yer bu axınlardan keçir və biz heyrətamiz bir mənzərəni gecə səmasında çoxlu parlaq meteoritləri görə bilirik. Atmosferlə sürtünmə səbəbindən meteoritlər yanır və arxasınca parlayan izlər buraxır. Eta akvarit meteor yağışı öz adını Dolça bürcündən alıb və yerdəki müşahidəçiyə elə gəlir ki, bu bürcdən meteorlar uçuşur. Ancaq əslində bu axının əsas cismi əfsanəvi Halley kometasıdır. Hər 76 ildən bir o Günəşə yaxın uçur və tədricən öz buzlu maddəsinin bir hissəsini itirir. Kometanın geridə qoyduğu hissəciklər Günəş ətrafında dövrə vurmağa davam edir və meteor yağışı əmələ gətirir. Halley kometası hazırda yerdən təxminən 5,3 milyard qrm məsafədədir ki, bu Günəş sistemindəki ən uzaq planet olan Neptundan da uzaqdadır. Kometanın növbəti qayıdışı ancaq 2061-ci ildə gözlənilir. Eta akvarit meteor yağışını nə vaxt və necə müşahidə etmək olar? Bu kosmik hadisəni Azərbaycandan da izləmək mümkün olacaq. Bakıdan akvarit yağışını müşahidə etmək üçün ən yaxşı vaxt mayın 5-dən 6 ay keçən gecə yerli vaxtla saat 2:05-dən 5:00-a qədər olacaq. Gözlənilən meteoritlərin sayı saatda 40-a çatacaq. Paytaxt üzərində saatda maksimum 19-20 meteor müşahidə etmək mümkün olacaq.